Salam, Zodiakın ən həssas, xəyalpərəst və kainatın bütün rənglərini ruhunda daşıyan əziz balıq bürcləri. 11 maydan 17 maya qədər davam edəcək bu 7 günlük zaman dilimi sizin üçün sanki mənəvi bir təmizlənmə, yaradıcılıq və daxili hüzurun kəşfi dövrü olacaq. Su ünsürünün bu ən dərin və sirli nümayəndəsi kimi sizin intuisiyanız bu həftə ən yüksək həddə çatacaq, sanki hadisələrin gedişatını öncədən hiss etmək gücünə sahib olacaqsınız. İdarəçi planetləriniz olan müdrik Yupiterin genişliyi və xəyallar planetiniz Neptunun sehri bu həftə sizə həm şəfqət, həm də sənət dolu bir aura bəxş edəcək. Sizin üçün həyat bir duyğu dənizidir və bu həftə kainat sizi ən dinc, ən şəffaf sulara doğru aparmağa hazırlaşır. İndi gəlin bu romantik, mənəvi və ilham dolu 7 günlük səyahətin hər bir gününü, hər bir anını səsləndirməyə tam uyğun, təbii və olduqca əhatəli bir şəkildə birlikdə nəzərdən keçirək. Həftəyə 11 may. Bazar ertəsi günü daxilinizdəki o sonsuz şəfqət və kömək etmək istəyi ilə başlayırsınız. Səhər oyanarkən ruhunuzun nə qədər yüngül olduğunu hiss edəcəksiniz. Bazar ertəsi sizin üçün mənəvi hədəflər və xeyirxahlıq günüdür. İş yerində və ya sosial çevrənizdə sizin yumşaq və anlayışlı münasibətiniz hər hansı bir gərginliyi bir anda yox edəcək. Bugün başqalarına dəstək olmaq, bəlkə bir xeyriyyə işində iştirak etmək və ya sadəcə ehtiyacı olan birini dinləmək sizə misilsiz bir mənəvi güc verəcək. Bazar ertəsi xüsusilə yaradıcılıq tələb edən işlərdə çox uğurlu ola bilərsiniz. İlham pəriləri bugün sizin ən yaxın dostunuzdur. Axşam saatlarında isə meditasiya etmək və ya sadəcə su kənarında vaxt keçirmək ruhunuzu tamamilə təzələyəcək. 12 may, çərşənbə axşamı günü enerjiniz daha çox şəxsi resurslarınıza, daxili dəyərlərinizə və mənəvi zənginliyinizə yönəlir. Balıq bürcləri üçün maddi qazanc, daxili hüzura xidmət etdiyi qədər dəyərlidir. Bugün özünüzü həm maddi, həm də mənəvi cəhətdən necə güvəndə hiss edə biləcəyiniz haqqında düşünəcəksiniz. Çərşənbə axşamı göy üzü sizi daxili səsinizə qulaq asmağa təşviq edir. Bəlkə bir hobbinizi gələcəkdə qazanc mənbəyinə çevirmək üçün kiçik, lakin səmimi bir addım ata bilərsiniz. Maddi məsələlərdə dürüstlük və ürəyinizin pıçıltısı sizin ən doğru bələdçiniz olacaq. Günün ikinci yarısında gözlənilməz, lakin çox xoş bir hədiyyə və ya mənəvi bir mükafat ala bilərsiniz. Axşam saatlarında isə gələcəyə dair xəyallarınızı vizuallaşdırmaq sizə böyük bir motivasiya verəcək. 13 may, çərşənbə günü ünsiyyət, yaxın çevrə ilə olan bağlar və intellektual paylaşımlar ön plana çıxır. Bugün beyniniz sanki bir poeziya dəftəri kimi zərif və axıcı çalışacaq, dediyiniz hər söz qarşı tərəfin ürəyinə toxunacaq. Çərşənbə günü xüsusilə səmimi söhbətlər, məktub yazmaq və ya hisslərinizi sənət vasitəsilə ifadə etmək üçün çox uğurludur. Sizin empatiya qabiliyyətiniz bugün hər kəsin sizə sığınmasına səbəb olacaq. Əgər bir şeyi öyrənmək və ya hisslərinizi kağıza tökmək istəyirsinizsə, ulduzlar sizə lazımi axıcılığı bəxş edəcək. Qısa, lakin ruhunuzu dincəldəcək bir gəzinti gündəmə gələ bilər. Axşam saatlarında klassik musiqi dinləmək və ya bir şeir kitabı oxumaq sizin o həmişə gözəllik axtaran ruhunuzu doyuracaq. 14 may, cümə axşamı günü enerjiniz daha çox evinizə, ailənizə və şəxsi sığınacağınız olan daxili dünyanıza yönəlir. Balıq bürcləri üçün ev bir məbəd kimidir. Bugün evinizdə daha dinc, daha hüzurlu bir mühit yaratmaq, bəlkə də dekorasiyaya bəzi yumşaq və estetik toxunuşlar etmək ruhunuza çox yaxşı gələcək. Ailə üyələrinizlə birlikdə keçirəcəyiniz vaxt, onlarla bölüşəcəyiniz səmimi anlar sizin mənəvi enerjinizi yeniləyəcək. Cümə axşamı həm də daxili dünyanıza səyahət etmək. Keçmişdəki gözəl xatirələri yad etmək üçün çox uyğundur. Sevgi həyatınızda isə bugün daha çox mənəvi yaxınlıq və ruhsal bir bağ axtaracaqsınız. Partnyorunuzla birlikdə sadəcə susaraq eyni şeyi hiss etmək aranızdakı harmoniyanı zirvəyə daşıyacaq. 15 may, cümə günü sizin üçün əsl eşq, yaradıcılıq və ilham festivalıdır. Göy üzündəki ulduzlar sizin sevgi, yaradıcılıq, hobbilər və özünü ifadə etmə evinizi tam gücü ilə işıqlandırır. Cümə günü sizin daxili dünyanızdakı o rəngarəng kəpənəklər azadlığa çıxmaq istəyəcək. Hisslərinizi, xəyallarınızı və sənətkar ruhunuzu nümayiş etdirməkdən çəkinməyin.
Əgər bir yaradıcılıq işi ilə məşğulsunuzsa, bugün ortaya qoyacağınız əsər hər kəsi duyğulandıracaq. Sevgi həyatınızda isə romantik sürprizlər, şirin pıçıltılar və nağılvari anlar yaşana bilər. Subay balıqlar üçün cümə günü tamamilə təsadüfi, lakin sanki taleyin bir oyunu olan maraqlı bir tanışlıq vəd edir. Həyatın dadını çıxarın, hər anın ləzzətini ruhunuzla hiss edin. Geyiminizdəki dəniz rəngləri və ya pastel tonlar bugün sizin daxili işığınızı xaricə də yansıtacaq. 16 may, şənbə günü diqqətinizi sağlamlığınıza, gündəlik rutinlərinizə və bədəninizin ehtiyaclarına yönəltməlisiniz. Həftə boyu olan o yüksək emosional dalğalanmalar bədəninizi bir qədər yora bilər. Şənbə günü özünüzə tam bir ruhsal istirahət günü ayırın, sükut içində dincəlmək və sudan gələn enerjidən yararlanmaq sizə çox yaxşı gələcək. Sağlam qidalanma, bitki çayları və xüsusilə ayaqlarınıza qulluq etmək bugün çox vacibdir. Sağlamlıq sizin üçün həm də ruhsal tarazlıq deməkdir. Eyni zamanda evinizdəki yarımçıq qalmış xırda işləri tələsmədən tamamlamaq sizə mənəvi rahatlıq verəcək. Sizin üçün nizam, həm də daxili sakitlik deməkdir. Şənbə günü həm də ev heyvanlarınızla vaxt keçirmək sizin üçün çox sakitləşdirici olacaq. Və nəhayət 17 may, bazar günü. Bugün 11 maydan başlayan o sehirli həftənin möhtəşəm yekunudur. Bazar günü göy üzü sizin tərəfdaşlıqlar, ikili münasibətlər və həyatınızda olan mühüm insanlar sahəsinə işıq salır. Bazar günü sevdiyiniz insanlarla, bəlkə ən yaxın sirdaşınızla keçirəcəyiniz vaxt aranızdakı səmimiyyəti daha da dərinləşdirəcək. Bazar günü axşam saatlarında bir kənara çəkilib həftənin analizini aparın. Hansı xəyalınıza biraz daha yaxınlaşdınız? Hansı mənəvi yükdən azad oldunuz? Bu analiz sizə gələn həftəyə daha da hüzurlu, daha da ilhamlı başlamaq üçün lazım olan mənəvi enerjini verəcək. Sağlamlıq baxımından bu həftə xüsusilə ayaqlarınıza, limfa sisteminizə və yuxu rejiminə qarşı diqqətli olmalısınız. Çox emosional olmaq yuxu rejiminizə təsir edə bilər, odur ki, yatmazdan əvvəl zehninizi sakitləşdirici məşqlər edin. Sizin üçün fiziki güc ruhunuzun aynasıdır. Bu 11 may, 17 may həftəsi sizin üçün bir növ mənəvi intibah olacaq. Hər keçən gün özünüzü daha dinc, daha ilhamlı və daha şəfqətli hiss edəcəksiniz. Əziz balıq bürcləri, bu proqnoz sizin üçün bir ruhsal bələdçidir. Öz intuisiyanıza, o sarsılmaz inamınıza və o böyük, sevgi dolu qəlbinizə güvənin. Siz dünyaya gözəllik gətirmək və şəfqət paylamaq üçün gəlmisiniz. Bu həftə kainat sizin bu zərif ruhunuzu dəstəkləyir və sizə ən gözəl xəyallarını açır. Yolunuz daima aydın, qəlbiniz hüzur dolu və həyatınız hər zaman sizin arzuladığınız o sonsuz sevgi içində olsun. Yeni proqnozlarımızda görüşənədək özünüzə, o qiymətli ruhunuza çox yaxşı baxın. Ulduzlar daima sizin tərəfinizdədir, sadəcə ürəyinizin səsinə qulaq asın. Gözəl həftələr diləyirik.